bürcü 8 aprel 2026-cı il sizi sevindirici hadisələrlə dolu gözəl bir gün gözləyir. Xoş xəbərlər və dostlarla gözlənilməz görüşlər mümkündür. İş və ya bizneslə bağlı maraqlı ideyalar yaranacaq. Onların həyata keçirilməsi üçün biraz vaxt lazım olacaq. Buna görə tələsməyin. Hər şey bir qədər sonra alınacaq. Gün müxtəlif tədbirlərdə iştirak etmək üçün əladır. İstər rəsmi qəbul, istərsə də dostlarla görüşlər olsun. Siz yalnız xoş vaxt keçirməyəcəksiniz, həm də dəyərli məlumat əldə edəcək. Gələcəkdə həyatınıza təsir göstərəcək insanlarla tanış olacaqsınız. Boğa bürcü 8 aprel 2026-cı il peşəkar məsələlərin həlli üçün çox yaxşı gündür. Karyera və işlə bağlı məsələlərdə səhvsiz hərəkət edəcəksiniz. Hətta məlumat az olsa belə daxili hissləriniz sizi yanıltmayacaq. Həmkarlar və rəhbərliklə münasibətləri yaxşılaşdırmaq, köhnə anlaşılmazlıqları aradan qaldırmaq imkanı yaranacaq. Bəlkə də sənədlərlə məşğul olmaq və ya rəsmi qurumlara baş çəkmək lazım gələcək. Siz hər şeyin öhdəsindən əla gələcəksiniz. Gecikmələr və çətinliklər gözlənilmir. Maliyyə daxil olmaları və dəyərli hədiyyələr istisna deyil. Əkizlər bürcü 8 aprel 2026-cı il. Gün asan olmayacaq. Qarşınıza müəyyən maneələr çıxa bilər. Lakin qətiyyətli olsanız və ciddi davransanız onların öhdəsindən mütləq gələcəksiniz. Unutmayın ki, hətta kiçik problemlər də diqqət tələb edir. Onları nə qədər tez həll etsəniz bir o qədər yaxşıdır. Vacib məsələlərdə ilk növbədə özünüzə güvənin. Emosiyalarınızı nəzarətdə saxlayın, təxribatlara reaksiya verməyin. Bu sizi münaqişələrdən qoruyacaq. Axşam saatlarında yaxınlarınızı xoş sürprizlərlə sevindirmək və maraqlı birgə vaxt keçirmək imkanı yaranacaq. Xərçəng bürcü 8 aprel 2026-cı il. Səhər və günün birinci yarısı çox uğurlu olacaq. Bu vaxtdan maksimum istifadə edin, vacib məsələləri həll edə və uzun müddətdir düşündüyünüz planları həyata keçirə biləcəksiniz. İş münasibətlərində yaxşılığa doğru dəyişikliklər və nəzərə çarpacaq irəliləyişlər mümkündür. Daha sonra vəziyyət bir qədər çətinləşə bilər, amma siz istənilən çətinlikdən çıxış yolu tapacaqsınız. Əsas odur ki, həddindən artıq yorulmağa yol verməyəsiniz. Əks halda özünüzü pis hiss edə bilərsiniz. Siz çox fiziki güc tələb edən işləri təxirə salmaq və ya başqasına həvalə etmək daha yaxşıdır. Şir bürcü 8 aprel 2026-cı il. Cəsarətli ideyaları həyata keçirmək, qarşıya qoyulan məqsədlərə çatmaq üçün əla gündür. Şərait əlverişli olacaq. İntuisiya isə vəziyyətdən necə istifadə etməli olduğunuzu göstərəcək. Düzdür, ətrafdakılar hərəkətlərinizin səbəblərini həmişə başa düşməyə bilər və bu xoşagəlməz söhbətlərə səbəb ola bilər. Başqalarının hisslərinə toxunmamağa çalışın. Münasibətləri korlamağa dəyməz. Yeni tərəfdaşlar tapmaq imkanı yaranacaq. Hətta kifayət qədər nüfuzlu insanlar da sizə kömək edə bilər. İş yerində romantik hisslərin yaranması istisna deyil. Bugün başlayan münasibətlər zamanla dərin və ciddi olacaq. Qız bürcü 8 aprel 2026-cı il. Səhər bir qədər çətin keçə bilər. Günün birinci yarısında ciddi qərarlar qəbul etməkdən və sizə kömək edəcəyini gözlədiyiniz insanlarla vacib söhbətlər aparmaqdan çəkinmək daha yaxşıdır. Ünsiyyətdə çətinliklər yarana bilər. Bəzi qızlar uzun müddətli tərəfdaşları və etibarlı müttəfiqləri ilə fikir ayrılığı yaşayacaqlar. Lakin vəziyyət tezliklə yaxşılaşacaq. Özünüzü daha inamlı hiss edəcək və əhvalınız yüksələcək. Günün birinci yarısında maraqlı səfərlər və ya uzun müddət yadda qalacaq qeyri-adi hadisələr mümkündür. Sevdiyiniz insanı xoş şəkildə təəccübləndirmək şansı olacaq. Bundan mütləq istifadə edin. Tərəzi bürcü 8 aprel 2026-cı il. Ehtiyatlı olun. Səbəbsiz risklərə getməyin. Hər addımınızı yaxşı düşünün. Yarımçıq qalan işlərə qayıdıb onları başa çatdırmaq olar. Bu müəyyən səy tələb edəcək. Amma uğur qazanmaq şansınız yüksəkdir. Xərclərə nəzarət edin. Lazımsız alış-verişdən və plansız xərclərdən uzaq durun. Yaxın insanlarla qarşılıqlı anlaşma tapmaq çətin ola bilər. Bəzi tərəzilər yaxınlarından biri ilə mübahisə edə bilər. Lakin barışmaq çətin olmayacaq. Siz intuitiv olaraq bütün fikir ayrılıqlarını aradan qaldırmaq üçün nə etməli olduğunuzu anlayacaqsınız. Əqrəb bürcü 8 aprel 2026-cı il. Bir çox işlər sizə asan başa gələcək. Uğurlu şərait sayəsində uzun müddətdə can atdığınız məqsədlərə çata biləcəksiniz. Uzun müddət düşündüyünüz iş məsələlərini uğurla həll edəcək. Başqalarının öhdəsindən gələ bilmədiyi layihələri mükəmməl şəkildə tamamlayacaqsınız. Karyera yüksəlişi mümkündür, lakin vəzifə üçün əlavə bacarıqlar öyrənmək lazım gələ bilər. Gün yaxınlarla görüşlər, dostlarla ünsiyyət və romantik münasibətlər üçün əlverişlidir. Əvvəllər ortaq dil tapa bilmədiyiniz insanlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Ox atan bürcü 8 aprel 2026-cı il. Diqqətli olun. Bugün öz imkanlarınıza düzgün qiymətləndirmək çətin olacaq. Sonradan peşman ola biləcəyiniz səhvlər etmək riski var. Xüsusilə səhər saatlarında ciddi qərarlar qəbul etməmək daha yaxşıdır. İşgüzar danışıqlar gərgin keçə bilər. Xoş təəssürat yaratmayan mübahisələr mümkündür. Günün ikinci yarısında vəziyyət bir qədər yaxşılaşacaq, lakin böyük nailiyyətlər gözləməyə dəyməz. Bununla belə dost və qohumlara rahatlıqla müraciət edə bilərsiniz. Onlar sizi mütləq dəstəkləyəcəklər.
Oğlak bürcü 8 aprel 2026-cı il iş üçün çox gözəl gündür. Siz ciddi əhval-ruhiyyədəsiniz, detallara diqqət yetirirsiniz və nəticə əldə etmək üçün bütün səyləri göstərməyə hazırsınız. Yüksək səviyyədə keçirilən işgüzar görüşlər və danışıqlar uğurlu olacaq. Yeni tərəfdaşlar tapmaq, nüfuzlu insanların dəstəyini qazanmaq imkanı yaranacaq. Maliyyə məsələlərini də əla şəkildə həll edəcəksiniz. Bir çoxunuz sərfəli razılaşmalar əldə edəcək və ya gəlirinizi artırmağın yolunu tapacaq. Eyni zamanda ailə üzvlərinə vacib məsələlərin həllində kömək etmə imkanı yaranacaq. Dolça bürcü 8 aprel 2026-cı il. Uğur sizin tərəfinizdədir. Köhnə arzularınız gerçələşə bilər. Maraqlı işgüzar təkliflər mümkündür. Ambisiyalı və israrlı davrananlar karyera pillələrində irəliləmək və çoxdan layiq olduqları vəzifəni tutmaq şansı əldə edəcəklər. Bütün görüşlər uğurlu keçəcək. Yaxınlarla ünsiyyət sevinc gətirəcək. Digər şəhər və ya ölkələrdən olan insanlarla tanışlıqlar da mümkündür. Plansız xərclər ola bilər, lakin narahat olmağa dəyməz. Maliyyə daxil olmaları gecikməyəcək. Balıqlar bürcü 8 aprel 2026-cı il. Günün birinci yarısında maksimum məhsullar keçirməyə çalışın. Bu, minimal səy ilə əla nəticələr əldə etmək üçün olduqca əlverişli zamandır. Hər şey ən yaxşı şəkildə alınacaq. Dəyərli ideyalar məhz lazım olan anda yaranacaq. Darıxdığınız insanlarla ünsiyyət qurma imkanı olacaq. Günün ikinci yarısı daha sakit keçəcək və eyni dərəcədə böyük nailiyyətlər gətirməyəcək. Lakin bu vaxt sizə müsbət emosiyalar və xoş gözlənilməz hadisələr bəxş edəcək. O cümlədən şəxsi həyatınızda.